Əməliyyatlarda daha çox endoskopik yoxsa açıq üsula üstünlük verirsiniz və indiyə qədər çıxardığınız ən böyük daş neçə millimetr olub? Artıq dövr elə bir dövrdür ki, inkişaf edib, tibbi cihazlar, avadanlıqlar inkişaf edib, səhiyyəmiz inkişaf edib. Açıq əməliyyatların demək olar ki, dönəmi bitib. Düşünək ki, deyək ki, hər hansı bir CD axarına düşmüş daşı 20-25 santim kəsi açaraq CD axarını tapıb, axarı kəsib, daşı çıxardıb, CD axarını tikib, sonra əzələ-pasiya qatları dərini tikərək böyük bir travma vermiş oluruq xəstəyə və yatış müddəti çox olur. Deyək ki, 1-2-3 gün xəstəxanada yatış müddəti olur və ondan sonra təkrar yaranın irinləməsi var, şəkər xəstələrində daha çətin olur, açılması var, yırtıq yaranması var ki, buna təkrar yenə bir əməliyyat, mesh dediyimiz setka qoyulma əməliyyatına qədər gedib çıxa bilir. Amma artıq endoskopik əməliyyatlarda bunların saydıqlarımızın heç bir fəsad ortaya çıxmır. Çünki endoskopiyanı bağlayırlar, CD axarından uretradan daxil daşı görüb, istər CD kisəsində, istər CD axarında, fleksibilən, istər UPG-də, böyrənin çıxışında olan daşları endoskopiyanla parçalayırıq lazerlə, çıxardıq, yerinə stent qoyub, xəstəni ertəsi gün və yaxud da həmən gündə, çox az olsa həmən gündə evə yaza bilirik. Çünki daha çox komfort önəmlidir və kəsik əlbəttə ki, orqanizmada olmur. İkinci sualınız maraqlıdır. Neçə millim yox, santim deyək ona. Demək olar ki, 4 santim ölçüsündə bir daşı, böyrəyin içərisində olan bir daşıydı. Bu qədər yoxluq boyda olur 4 santim. Perkutan dediyimiz, yəni böyrənin arxa tərəfindən balaca bir dəli ilə, qələmə 26 F-lə, demək 30 F böyüklükdə bir dəli ilə böyrənin arxa tərəfindən alt koldan giririk böyrəyə. Oradakı daşı tamamilə lazerlə qırırıq. O daşı oradan çıxardırıq. Xəstə sadəcə bir dəlik vasitəsilə böyrənin içərisində olan o 3 santim, 2 santim, 1 santim hansı ölçüdə daş varsa, dəlik vasitəsilə orqanizmadan xaric edilir. Əlbəttə ki, bir var, düşünək bu qədər bir kəsiyin ağrısı olsun, bir də var balaca bir dəliyin ağrısı olsun. Əlbəttə ki, ağrı dəfələrlə açığa nisbətən az olur. Və xəstə bir gün xəstəxanada yatış müddəti olur, səhərsi gün evə yazılır.